Xeybər döyüşü 2-ci hissə. Növbəti gün bayraq İmam Əliyə verilir. Halbuki o zaman gözləri ağrıyırdı. Peyğəmbər sallallahu duası ilə sağalır. İmam Əli əleyhissalam Qamus qalasına yaxınlaşır. Burada Xeybərin ən güclü döyüşçüsü Mərhəb onun qarşısına çıxır. Həzrət Əli Mərhəbi bir zərbə ilə öldürür. Ardınca Həzrət Əli qalanın ağır dəmir qapısını tək başına qaldırır və müsəlmanların qalaya daxil olmasına imkan yaradır. Bəzi mənbələrdə qeyd olunur, Əli əleyhissalam o qapını 40 nəfərin gücü ilə yerindən tərpədə bildiyi bir halda tək başına qaldırdı. Qapını sonra 7 nəfər qaldırmağa çalışdı, amma bacarmadı. Qala bir-birinin ardınca fəth olunur. Yəhudilərlə rahatlıqla yaşamaq və torpağın yarısının onlarda qalması şərti ilə sülh razılaşması edilir. Müsəlmanlar çoxlu qənimət əldə edir. Qənimətin bölgüsündə Peyğəmbər sallallahu İmam Əli əleyhissalamın döyüşdə göstərdiyi şücaətini xüsusi qeyd edir.